Yazın da. Deyir ki, yorum varmı ki əfənim dostum? Mən özüm qadağa qoydurmuşam çoxdan. Qadağa qoydurub çıxıb gəlmişəm. Mənə lazım olsa burada o ertəyə çıxaram. Ertəyə çıxaram. İstəyirsiniz çıxın. Bax, burada 1000 dənə yazın, çıxın. Nədə oxuyacağım? Milyon, milyon, milyon alıq roz. Məsələn. Rusça 1-2 mahnı oxuyub çıxacağım. Çünki dünyada beynəlxalq dildir rus dili. Hamınız da bilirsiniz, siz də qəbul edəcəksiniz. Baş üstə, sizin sözünüz yerə. Hələ ola bilər Mehmet bəy bu cümlələrimdən sonra bir də gördünüz mənə efir açdı, televiziya açdı, Afət TV, bu da ola bilər. Tovuzda da var da Tovuz TV, Sumqayıtda da var Dünya TV dolu. Sağ olun, bu deyə ürək atırlar. Heç efirdə aparıcılara ürək atan olub? Yox. Mən zaten özüm qadağa qoydurmuşam. Axırıncı videomu paylaşmışam. Xətai parkda olmuruq, ay canım, yox. Mənim evim Moskvada, tanıyırsınız bilmirəm. Arbatda yaşayıram. Yəni Arbatda da yaşayıram. Nə bilim, çoxdur da. İndi Allah bol eləsin hamınızın rozenzi, mənim də onların içində. Sizin sayənizdə də durun, mən deyirəm əslində, mən həm də sizsiz. Niyə demirəm yerini, PRB? Burada nə var ki, Arbat? Olsun da, Vəfa Moskvada, Vəfanın hələ prosesi gedir, hələ sənədləşmə işləri bitməyib. Bilirik, xəbərimiz var. Vəfa gəlməmişdən əvvəldən xəbərimiz var ki, gəlir. Vəfa haçan bilet alır, haçan buradan çıxır, gedir, geri dönüş bilet alır. Hamısından xəbərimiz var bizim. Çünki Vəfa hal-hazırda Vəfaya açdırdığım cinayət işi ilə bağlı belə deyim ki, haqqında sənəd yığılırdı ya, aidiyyatı qurumlar tərəfindən. Onlar da mən düşünürəm ki, vaxtı çatanda hər şeyin özünün öz şeyi var, vaxtı var. Mən efirdə yox idim ki, mənə qadağa qoysunlar. Qadağanı mən qoyuram canım. Hələ istəsəm onların YouTube kanalını vurduraram müəllif hüququ ilə. Və yaxud düzdür, canlımda dedim, indi video paylaşmışam. Dedim, videolarımı silin, yoxsa vurduraram. Yox, vurdurmaram. Məndə o ürək yoxdur. Pulunuzu qazanın. Afətin, digər müğənnilərin hesabına. Nə olsun, indi Vəfa düşmənçiliyimiz var. Vəfanın hesabına, Vəfanı çağırıb oxudursunuz, mahnısını YouTube'a qoyursunuz, YouTube'dan sizə pul gəlir. İndi gərək mən, deyir o, igidi deyir, öldür, amma haqqın yemə, atalar misalı var. Mən düşmən də olsam düzün danışmalıyım. Başıl Collection, oba! Başıl Collection, Bəruzə xanım, sizə sual verirəm. Siz 4 ildə efirə çıxmayan Afət Fərman qızına reklam üçün paltarlar, qızıllar, brilyantlar həvalə edərsiniz, yoxsa gündə efirdə olan adını demədiyim, toyuz adı olmayan, xalq tərəfindən sevilməyən müğənniyə? Və yazacaq Bəruzə xanım, deyəcək, əlbəttə sizə, ham yazacaq sizə, baxın, görürsünüz. Çünki reyting başqa şeydir, maraqlı müğənni başqa şeydir. Çox sağ olun, çox sağ olun. Hədiyyət atmayın siz Allah, valla artıq balansıma baxıram, orada dollar aşıb daşır, ehtiyac yoxdur. Onu mən yaxında canlı açacağım, burada təq eləyərsiniz, az təminatlı ailələrə yönəldərik, gedər. Mənim ehtiyacım yoxdur. Hədiyyə göndərməyin. Bax, göndərdikdə ora yığılır, məsələn, məndən asılı olmayan. Bu deyil, Leyla xanım hədiyyə atır. Göndərmə canım mənim, siz Allah göndərməyin. Yəni, yığılsa da mən onu həftə sonu bir-iki ailənin, nə bilim, reseptiniz adı yazarsınız sizin vasitənlə. Mən onu göndərə bilmirəm ki, məsələn. Var olun. Siz Dastoyun xanımsınız. Çox sağ olun. Siz də Dastoyunu izləyirsiniz. Var olasınız, var olasınız. Var olun, çox sağ olun. Nə yazıb? Can, öpürəm sizi. Çox sağ olun. Oruc olanlar haqqınızı halal edin. Mən çaydı da gün orta 2 qaşıq halva yediyimdir. Demək olar ki, gün heç nə yeməmişəm. Mən də sizi sevirəm. Mən elə bu canlını açdım, sizə deyim ki, siyahı tam deyil hələ. Siyahıda hamısının adı var. Hamısının görəcəksiniz yaxında. Çünki bu siyahı qeyri, belə deyim də, orada birində adını çəkib reklam eləmək istəmirəm. Bir gədə var, tez-tez belə alt dodağı yer süpürür, üstüdə göz süpürür. Düqqət, belə danışır, yalancı xəbərlər. Onun yaydığı bir şeydir, amma mən rəsmi siyahını gözləyirəm. Ona görə ki, orada artıq bir yüzlərlə müğənni var onlarla. Mən bu gədə qabağa düşüb deyir ki, alt dodağı yer süpürən, üst dodağı göz süpürən, həmişə də yalan xəbərlər. Harada onu gördünüz, spam eləyin səhifəsini. Allah eləsin, bir də onun səhifəsinə baxıram. Allah eləsin, mənim şəklimi qoysun ora. Onu, Zamiqin Instagramını uçurtduğum kimi onun TikTok'un nətər uçurulacağım, yəni. Amma Zamiq dostumdur, sonra dostlaşdıq. Səhifəsini uçurtduğuma da peşman oldum, açığı. Zamiq çünki Füzuli balası.
Mənim uzaqdan da belə kəndçim düşür. Bir tərəfim geyib çıxır ora. Həm də ki, dəl dolu adamlardan pis insan olanmaz dostlar. Onların ürəyi bambaşqadır. Ona görə indi neyiniyək? Onu elədik ki, həmişə bəndən bağlı xəbər yayanda bir mənə müraciət eləsin. Sənin də adın varmı? Rəsmi siyahını hələ görməmişik. Rəsmi, bu çıxan siyahı bir yalancı səhifə var, sayt da deyil. Alt dodağı yer süpürür, üst dodağı göy süpürür. Belə sifətini də elə bir qlazokdan baxan kimi tutur belə. Allah onu elə yaradıb, sifəti belə domba. Lağ mənası ilə demirəm. Əvvəl elə bilirdim qlazokdan dayanıb çəkir, sonra gördüm yox, özü elədi. Ona görə hələ rəsmi siyahını görməmişik. Rəsmi siyahını müəyyən mənbələr var ki, mənə deyirlər ki, bütün, yəni oradakı indi siyahı göstərirlər sizə, orada adlarını yazmayıblar. Burada soruşursunuz ki, falan, hamısının var adı, hamısının adı var. Bəli. Olmasa da müraciət eləyib olduracaq. Ayrı yolumuz yoxdur, amma var. Sübutlarla, qanunla. Əfqan bəy, çox sağ olun. Bilirəm, ürəyiniz dözmür. Sənətçinizə, sənətkarınıza gül göndərirsiniz. Çox sağ olun, amma özünüzə əziyyətə salmayın. Mən canlını, canım mənim. Ona görə açmıram. Mən axı bir video çəkmişdim neçə aylar bundan öncəki. Məni efirdə adımı mənim çəkdirməyin, çəkməyin. Şəkilimi də göstərməyin, mahnımı da verməyin. El eləməyin kanallarınıza, strike atım YouTube kanallarınıza. Sağ olsun, ya da ki məhkəmə ilə qadağa qoyum. Axırıncı videomda zaten çəkmişəm, sübutlarımı da göstərmişəm. O müğənninin ağlına keçə yamayım ki, bu qədər sosial şəbəkənin dövründə gedib paltar axtarır, saç makyaja pul verir. Gedir efirdə də bunun üzündən, başından aşağı alçaldırlar. Orada da alçalır, gəlir özünü söydürür, gəlir evə, budur, ofətlə üzünə. Açıb danışa bilmirsənsə veriliş, ki qoşul mənə, pulsuz parasız sənə reklamıyım. Amma mənim bir şərtim var ki, burada sənət göstərin, bir də ki, normal danışım məni kimi. Hamı yazır, tam doğru. Bəli. O müğənninin ağlına keçə yamayım ki, bu boyda TikTok'dan, məni bilirsiniz kim tanıyır? Mənim efirə nə ehtiyacım var? Məni TikTok'un rəhbəri, mənə mavi tık veribsə, baxay onu yazan, mənə orada yazırsan ki, sən də getdin, sənə gör TikTok'un rəhbəri mavi tık verib, yox, çünki sən kimsən ki? Amma mənə mavi tık verib, çünki mən sənətkar Afət Fərman qızıyam. Söhbət budur. Instagrama bunu şamil eləyəməyəcəm. Instagram 20 dollarım ver, pulun ver, şəkil çəkdir. Belə. Amma məni TikTok, mavi tık, TikTok'da kimin mavi tıkı varsa, bilin ha. Efir ona qadağaya da qoysa, o özünü təsdiq eləyib. Mən özümü dünyada təsdiq eləmişəm. İndi efirlərində canı sağ olsun. Mənə pul verərlərsə gələrəm, pul verməzlərsə də mən nə ölümüm azıb, nə əzirəm ki, nə vaxtımı, nə burada halva pişirdim, gözəl vaxtımı, həm evimdə halvanın ətri gəldi, ölənlərimin, duzun səpəndə ölənlərimin adını çəkdim, ölənlərimə xeyri oldu. Mən neynim, gedim paltar axtar, saç makyaja yollarda qala-qala, tıxaçlarda qala-qala, axırda da zahır sənin təpəndən aşağı rüsva eləsin, nə bilim ağlına gələndir. Məsələn deyirəm, o müğənninin ağlına keçə yamayım ki, bu boyda şəraitin qabağında kakoynibut verilişə acizcəsinə və yaxud bir ikisi mənə yığıb adlarını deməyəcəm. Abla, mənə qadağa qoyub, deyirəm, az başın xarabdır sənin, az sənə veriliş lazımdır. Az mən 4 ildə efirdə yoxam, deyirəm, məndən görüb, mən Mənzurə xanım salamlayıram, o mənim ürəyimdir. Mənzurə xanım kim kim çatır onun adını çəkirəm. Mənzurə xanımla efirdə çox olan yoxdur. Hələ mən Mənzurə xanım bir dəfə, o vaxt o toylar kraliçası olub, Mənzurə xanım oxuyanda, biz hələ onun 2 gündə gündəmdə olan müğənni olmaq olmur. Efir bəli, əvvəllər belə deyim ki, baxın, mən uşaq olanda efirə elə baxırdıq ki, yəni mən inanmazdım ki, kim istəsə pulunu versin efirə çıxırsın da, belə bir şey ola bilər. Amma gəldiyində belə bir dövrə çıxdı ki, belədir. Amma ki, artıq düzəlir, şükürlər olsun. Mənim siyahıda adım deyəndə Trump Zaurun efirinə buraxılmadı. Buna bənzəyən bir şeydir də. Və yaxud Trump'ı verilişə qoymadılar. Yəni, bu nə dərəcədə qulağınıza yatırsa, Afət də verilişə burax, Afətin də adı siyahıda var, həmin şeylə eyni şey. Saç dizim yaraşır. Çox sağ olun.
kim tərəfindən qadağa qoyulub və harda qadağa qoyulub. O qadağanı mən qoymuşam. Mənə heç kim qadağa qoyanmaz. Mənə qanundan başqa heç kim qadağa qoyanmaz. Başa düşdünüz? Efirdir zad da bunlarla yaşamayın. Tutaq ki, yox, məsələn, Rihanna Zaharın efirinə qadağaya qoyuldu. Rihanna nəyinə lazımdır Zaharın efiri? Afət də Moskvada ulduzdur. Afət Rusiyanın ulduzudur. Afət uzaq. Malaxov mənə qadağa qoysa deyirəm, ayda, məsələn də. İstəyirsiniz çıxın Malaxovun verilişinə. Hələ pul da versinlər. Roza Zərgərli hələ bir dəfə mən görməmişəm verilişlərdə. O vaxtı çıxırdı. Hansı burada maşına əyləşsən, Rozanın mahnısını eşitirsən. Verilişə çıxmışdı, pul aldı, çıxdı. Hələ inkişaf eləməmişsiniz. Türkiyədə hələ uzağa getməyəcəm. Müğənnilər efirə çıxanda efirdən pul alırlar. Görün özünüzü nə günə qoymusunuz ki, efirə pul verib çıxırsınız. Mən də o axmaqlığı eləmişəm o vaxtı. Mən utandım. Mən toylar kraliçasıyam, mənim efirə ehtiyacım yox. Mənim efirə ehtiyacım var, bu deyil, afətlə üzünə. Afətlə üzünəyə qadağa qoyulsa, onda üzlərəm. Onda çox pis olaram, boynumu alıram. Niyə Rihannanı qatmıram ki? Rihanna harada yaşayır? Hansı Amerikada? Məsələn deyirəm də, nə bilim, Shakira, Braziliyalı müğənni. Shakiraya qadağa qoydular. Afətə orada qadağa qoyulsa nə olacaq, qadağa qoyulmasa nə olacaq? Hə, sizi deyir, görəndə əsəblərim sakitləşir. Mənim adım şeydir də, nədir onun adı, əsəbsən? Neopasit dərmanıdır. Yəni ki, Rihannaya qadağa qoydun, afətə qadağa qoydun. Eyni şeydir bu. İndi ola bilər, məsələn, Ülviyə Namazov orada yaşayır, Vəfa oradadır, Şəbnəm oradadır, digər o siyahıda adları olan müğənnilər çoxları. Onlar ola bilər pis təsir eləsin, çünki boş olanda qaçırdılar efirə. Mən boş olanda budur efirim. Mən boş olanda efirimi aparıram. 2800, hələ mənə burada pul verirsiniz. TikTokumun balansı o gün baxdım $250. Hələ mənə pul da verirsiniz ki, istəsəm desəm mənə hədiyyə göndərin, vallahi məni eləyərsiniz milyoner. Özüm demirəm, hədiyyə zat göndərməyin. Qətiyyən lazım deyil, mənim pul ehtiyacım yoxdur. Harada qadağa qoyublar? Rusiyada. Mən burada yaşayıram, buradan danışın. Mən orada yaşamıram. 15 il əvvəl də belə qadağalar var idi. O tez dayandı. İndi bilmirəm neçə aylıq olacaq bu, ya neçə illik olacaq. Allah eləsin, ömürlük olsun. Çünki o çıxırlar oradan, bizə əxlaq dərsi keçirlər. Sən kimsən az? Ay vicdoğan. Sən kimsən çıxıb oradan afətə söz atırsan və bilmirdin ki, afətin Allahı bir gün səni rubilnikdən söndürəcək. Adları olmayanların adları çıxacaq sonra. O rəsmi siyahı deyil ki, qeyri-rəsmi siyahıdır. O bir dənə əl meymunu gədə var, o özündən yayıbdı, bəyək gördüm. O rəsmi mənbə göstərmir. Mən ciddi səhifələrin, ciddi səhifələr paylaşdığı var. Onlar da qeyri-rəsmi mənbəyə, belə deyim ki, onların xəbərini yayıblar. Amma ki, mən bir video paylaşdım ki, ehtimal edirəm ki, ikinci siyahı gələcək. Əgər o siyahı rəsmidirsə. Məncə, indi mənə dedilər, siyahı rəsmi deyil. Çünki, baxın, gündəmdə olan populyar müğənnilər var ki, həm hər gün efirdəydi, həm də toydaydılar. Onlara da qadağa zəng vurublar ki, gəlməyin efirə. Bəli, hətta bu Dünya TV-yə getməyən müğənnilər var idi. Yığıblar Dünya TV-də bir aparıcı dostum var onu ki, gələk sizin verilişə. Elə olarsınız. Amma mən özüm yeganə müğənni oldum ki, 5 ay, 1 il əvvəldən efirlərə xəbər göndərdim ki, məni xərcə salmayın, vəkil tutam, rəsmi qadağa qoyduram. Mənim adımı da, şəklimi də, mahnımı da efirlərdən çıxardım. Reytingi niyə sizə verməliyəm ki? Mənim reytingim bu deyil. Sonra buradan da sonra keçin bu 3000 adam, keçin YouTube'uma, bugün 3000 follow gətirin. Sabah axşama yeni mahnım gəlir. Bu deyil, toy gəlib. Haradı, Samaradı, Kazandı, qoy bu, görüm. Bir dəqiqə. Bir dəqiqə. Deyəcəksiniz, Samaradan məni yığa qız. Afət xanım, axşamınız xeyir olsun. Samaradan, bax toy gəldi bu dəqiqə. Canlaçan kimi beh gəlir, beh. Yəni deyir ki, günü dəyişdik, günü düzəldək, dəqiqləşdirək. Ondan sonra sizə beh göndərək. Ay millət, nə yazıb? Qadağa söhbəti boş şeydir. Yox, heç bir də lap boş şey olsun. Mən özüm deyirəm, efirlər mən olmadan adımı, şəklimi göstərərlərsə, vəkil tutub qadağa qoyduracam. Mənim hayvayı boş-boş vəkilə minmata xərcə salmayın. Mən o vaxtdan demişəm bunu. Milli şou, bunu da çək paylaş. Hətta mənim adım, şəklimi ora qoysalar indən sonra,
Əgər dost olmayan verilişlər deyirəm, dostlarımı demirəm. Çox istədiklərimi demirəm. 5000 mənim balansıma pul ödəsinlər, elə eləməsinlər ki, YouTube kanalımla, YouTube televiziya kanalımla onların kanalını vurduraram ha. Bu dəqiqə Allah'ın olsun, dəli beynimi qızdırmayın. Yığaram Mamedi, YouTube Mamedi. Qanunla, müəllif hüququ ilə hamısını bir strike ataram. Amma eləmirəm. Çünki niyə eləyim ki? Mən mərdim azar adam deyiləm. Milli şou. Məni efirə nə cür çağırırlar? Hətta biri deyirdi, biletini alaq gəl, nə olar? Gəl, reytingi bizə ver. Mən maraqlı insanım. Mən oturdum, fikirləşdim ki, ay balam, mən bunlara reytingi verib, bunları niyə varlandırıram? Mən özümə televiziya kanalı açım. İndi burada məsələn, bayaq mənə bir dostum deyir ki, Zato deyir, mən televizordan danışıram. Deyirəm, mən də ki, öz TikTok səhifəmlə danışıram. Deyir, sən deyir, televiziyadan demirsən axı. Deyirəm, sən də Moskvadan demirsən axı. Zato mən Moskvadan deyirəm. Moskvada nə mənada, niyə Moskvan deyirəm? Burada mənə Filip Kirkorov baxır. Burada mənə Miladze baxır. Nə bilim, sonra kimi deyim ha, yazın da. Allah Pugaçova zat baxır. İndi onlar xaricdədirlər, düzdür, hələ başqa ölkədə yaşayırlar. Hamı baxır mənə. Bəli, bəli, baxın, yazın. Yo, mən biri var, əhatən olsun 10 milyon, biri var buradan. Bütün Avropa, Şakir Azad hamısı buradadır. Hamısı özdə Ani Lorak, ay sağ ol, yazın adlarını. Padumayır. Mən deyir, Zato efirdən danışıram. Və mənimki nədir? Mənimki soğan qabığı zaddır. Başa düşmürəm. Mənim efirimi niyə alçaldırsınız ki? Başa düşmədim. Gərək bunun o vaxt gələcək, sizə televizor hədiyyə verəcəklər ki, şirkətlər. Bu televizoru biz sizə pulsuz veririk, bizim kanala baxın. Hansı kanal sizə televizor versə, ora baxın ki, reyting cədvəlində adları yuxarıda olsun. Belə primitiv şeylərlə özünüzü güldürməyin. Mən iş görün istəyirəm sizin efirləriniz. Mənə bəxtdən bir ikisi deyir, demə, sonra səni qadağıya salarlar. Deyirəm, mən özüm qadağa qoydurmuşam, eşitməmisiniz. İndi axırıncı video paylaşmışam. Orada mən bir il əvvəlki videomu qoymuşam. Canlı efirdən demişəm ki, mənim adımı efirdə çəkərsiz ha. Bugün düzdür, sağ olsun, Yalçın indi, Yalçın Uğur dostdur, dost kanaldır, mən onlara demirəm. Mənim oğlumun ad gününü təbrik etdi, anayam, sevincliyəm, oğlumun ad günüdür. Mən əlbəttə ona təşəkkür edirəm ki, məni sahib seçib, o boyda efirdən bayaq bax, mənim oğlumu təbrik edir. Müğənni Afət Fərman qızının oğlu Hüseynin bugün doğum günüdür. Hüseyni təbrik edirəm. Hüseyin neçə belə gözəl illərə çıxasan. Sağ ol, Yalçın. Uğurun toyunda inşallah. Sən aparıcı, efirdən aparıcılıq eləsən də, eləməsən də, heç sən efirdə yox idin. Bizim ailəvi dostluğumuz var idi. Sənin YouTube verilişlərini partladanda, mən ilk dəfə Yalçının YouTube verilişində partlatmışam. O vaxt efirlərə çıxırdım, efirdə tutuzdura bilmirdik. Lord dildə danışacağım, çünki burada mənim izləyicilərim bədii cümlələri çoxsu qəbul eləmir. O vaxt Yalçın da bizim çoxlu belə verilişlərimiz vardı, gəlirdi evimdə çəkirdi. Bazen bura Moskvaya da mən onu dəvət eləyəndə özü gəlmək istəyirdi. Mən də dedim, gəl, xoş gəlirsən. Yenə də buradan deyirəm, gəlmək istəyirsən, gəl. Pasportunu at, biletini alım, gəl, də indi də o bir evimdə, təzə aldığım evimdə çəkək. Yəni, mənə maraqlı deyil, istəyirsən onu YouTube'da ver, istəyirsən efirdə ver. Sən Yalçınsan, yəni sən efirdə də olsan tutuzdurursan, YouTube'da da olsan tutuzdurursan, necə ki, mən Afət bugün bizim şov sənlik yoxdur. Ya canım, yox, olsa da mən bəri başdan o vaxtda demişəm, mənim adım siyahıda yoxdur, bilirəm, yalandan yazıblar, o bir dənə şey var, gədə. Allah, onun adı nə idi, ay Allah. Ad da yadımda qalmır. Yalancı xəbər yayanın adı nədir, yazın. Milli şou. Deməli, bunu bu səhifələrə göstəriş verən puldan verir Bicdoğan. Öz adını çıxartdırır, deyir, yazın. Orada Şəbnəmi də yazdırmır. Niyə? Faktiki Şəbnəm qadağadadır məndə olan məlumata görə. Çünki ayın 5-i Şəbnəm efirdə olmalıydı. Zəng vurublar ki, Şəbnəm də elə o birlər olsun. Əyri-qılça da, Ağzə-Ərgöz, Çaş da, Bicdoğan da, hamısı qadağadadır məndə olan məlumata görə. İndi fırıldağa bax, yazdırır ki, bizim adımızı. Orada Şəbnəm onçu yazmır ki, şübhələnməyək. Sən dedin, biz inandıq. Belə də olanda Şəbnəm deyir, abla, nə olar, məndən danışmaz, səndən pis danışmıram ki, mən deyirəm, sən sənətkarsan, yaxşı müğənnisən. Son vaxtlar mənim çıxışlarından sonra biraz özünü ürəkli göstərirsən, amma biraz da dozanı qaldır. Hələ də razı deyiləm. Sözündür də, sözündür. Mənə qoymayıblar qadağa, mən qadağa qoymuşam deyirəm.
Rihanna'ya da qadağa qoyublar. Rihanna sənin verilişinə gəlirdi ki, Milli Show bunu paylaş, sən ala. İndi bir şey danışacağım. Burada yazırlar ki, maraqlı daha partlayışdır Milli Show. Eksklüziv sizə deyirəm. Burada yazırlar ki, Afət xanım sənin adın da o siyahıda var. Mən də deyirəm ki, bu nəyə bənzəyir? Elə bilin deyirlər ki, Rihanna'ya, Madonna'ya efirə qadağa qoyublar. Rihanna, Madonna sənin efirinə gəlirdimi ki, bir qadağa da qoyalar? İndi Afət sənin efirinə gəlirmi ki, bir qadağa da qoyasan? Bayaq İntiqam Valihoğlu qəşəng deyir, Afət gedib neçə illərdir ailə qrup Rusiyada yaşayır. Mənə efir lazım olsa, efir bura gətirərəm. İstəmirəm. Necə gətirdirdim, indi istəmirəm. Və yox, mənə burada efir lazım olsa, bu deyir, bir addım yoldur. Bu deyir, televiziya kanalları hamısı buradadır da, ORT burada, RTR burada. İstəyirsiniz çıxım ora. İstəyirsiniz verilişlərə çıxım. Sadəcə olaraq pul istəyirəm. Mən pulsuz evdən çıxa bilmirəm. Mənə pul versin. Hə, buradan diqqət. Efirlərin nəzərinə, dost verilişlərə, yol pulumu, biletimi alsınlar gəlim. Mənə reyting tutmaq istəyən dost olmadığım verilişlərə isə $5000 müqabilində çıxaram. Çünki məndə olan reyting heç yerdə yoxdur. 2900 nəfər burada baxır. Xahiş edirəm. Elə onların anjığına telli demiş. Mənim bu TikTok səhifəmi aktivləşdirin. Bu gün olaq 300.000. Mən son bir ayda başlamışam TikToka. Nə gözəl imiş bu. Özdəki bir dənə bimbi halımamışdım. Burada canlılaşan kimi beh gəlir. Beh. Ürəyim gedir də, ürəyim gedir. Beh alanda keyfim kökəlir. Pula zada ehtiyacım yoxdur. Prosta nə bilim, bu da bir xəstəlikdir də. Bəli, bu xəstəlikdir həqiqidə. Beh almaq xəstəlikdir, təzə xəstəlikdir. Ay Allah, telefonum partlayır. Bilmirəm necə. Salam. Əlbəttə tanıyıram. Buyur, ay Eloğlum. Səhv eləmirəmsə Eloğlumsuz. Bir stilist var. Bakıda onda yanına getmişdim. Və dostlar, vallahi beh almaq xəstəliyi, təzə xəstəliyə tutulmuşam. Beh almaq xəstəliyidir. Hər gün beh alıram. Ortada bir gün beh almayanda elə bir ki, belə bir məzəl oluram. Bilməm bunun çarəsi var yoxsa yox. Partlayacaq hə. Televiziya stop deyəndə mən stop qoydurmuşam. Ay Naz xanım, indi yəqin indi gəlmisən bura. Mən stop qoydurmuşam. Elə şey yoxdur, yalan məlumatdır. Amma ki, mən stop qoydurmuşam. Sağ olsun aparıcılar da, indi təzə gələnlərə izah edirəm ki, mənim o vaxt məni xərcə salmadılar. Vəkil tut, məhkəməyə ver, qadağa qoydur, rəsmi filan. Mən elə buradan dedim ki, həm tələb edirəm, həm xahiş edirəm. Mənim adımı çəkməyin. Mənə lazım deyil. Mən bu boyda bu izləyici ilə qabağa gedə bilməyən müğənninin ağılına keçə yamayım. Ağıl yoxdur ki. Telefonu aç qoy qabağına, yaşıl çaydan dəmlə iç, qoz alma salatından düzəldək bir yerdə qoz alma salatını. Alma. Vallahi hə, götürün bir dənə bu salatı düzəldir, 500 izləyici gəlir, 500 qoz. Gətirirəm, görüm kök qalır mı? Hə, əlbəttə. Dostlar, sarımsaq yoxdur bu gün. Sarımsaq yoxdur. Bunları mən, bax, qoz, alma, kök, sonra nə idi? Gəlin amma, mən dəli beynimi qızdırdınız. Smetan. Bu da smetan. Axşam yeməyim bu olsun. Qoz alma, kök, smetan. Sarımsağım yoxdur ay dostlar. Ev yoxdur. Sarımsaq olmasa yaxşıdır elə. Sonra 3 gün evdən iyi getmir. Başlayaq. Gəlin başlayaq. Gəlin başlayaq. Zaten sizi bu qabları da hələ yumamışam. Deməli blenderımı çıxardıram. Mən hələ sizə nələr öyrədəcəm. Siz hələ Afəti yaxşı tanımırsınız. Bu mənim blenderim. Efir nədir, zat nədir? Bunlar nə danışır hə? Mən qadağa qoydurmuşam. Deyib qara məni basınca mən qaramı basım. Beynimizi biraz da qızdırmayın. Yığışarıq bütün müğənnilər. YouTube kanalına şikayət attırarıq. O şeydir, YouTube kanalınızı vurdurarıq. Bunu belə qoyun. Müəllif yoxları ilə Feyri səhifəmi vurar. Sonra mən neyniyəsiydim bura? Deməli bunu. Dostlar, gəlirəm bura hara. Deməli, alma, kök. Tək. Bax, görürsünüz məni. Bunu belə krantın altında, ay dostlar. Belə
Yoğursunuz, danışa-danışa, verilişmə baxa-baxa. Qozalma salatı düzəldirəm. Nervlənmişəm. Nervlənən kimi qozalma salatı düzəldirəm. Всё. Bunu belə qəşəng qaşıyırsınız, qazıyırsınız. İndi deyəcəksiniz ki, bıçağı göstərmə, bilirəm. Spama düşəcəm. Mən spama düşmərəm. Məni TikTok'un rəhbər tanır. Mənə mavi tık verib. Siz nəyə qoyub, nəyə axtarırsınız? Məni zavur verilişində göstərməsə, xancalımın qaşı düşəcək. Padomayır. Sonra almanın üzünü yuyurlar. Dostlar, baxırsınız. Baxırsınız, ay dostlar. İndi burada səliqəsiz iş niyə görürəm? Canlı yayındayım. Bir hamısını bura bax getməsin deyə. Bu belə. Qozları da qozqıranım bilmirəm hardadır, gərək tapam çıxardım. Kökəlmək istəyənlər 10 qoz, kökəlmək istəməyənlər 5 qoz. 3 badam 1 qoz. Bəli. Bu nə daha mən Rihanna'nı efirdən qova bilərlər. Rihanna sənin efirinə gəlir ki, Madonna gəlir ki, sənin. Məni əsəbləşdirməyin. Nə yazıb bana? Düz eləyiblər, amma axıra qədər Allah eləsin, davamlı olsun da. Bu səviyyəsiz müğənniləri başımıza çıxarır. Evimdə yata bilmirəm, ha, tezdən yığılır. Filanca sənə belə dedi. Belə şey olur ki, sənətkara söz demək olmaz. Siz məni uşağın ağzına söz eləmişdiniz. Afətlə üzünə verilişinin ekranını tıklayın, görüm nə qədər. 46.000 izləyicim var. İndi yazacaqlar ki, 2700'dür. Həm burada idman edirsiniz qozu belə qıranda, yəni qol əzələlərini möhkəmlədirsiniz. Yoxsa mən bunu, bir dənə çürük qoz çıxdı. İlk dəfə idi ki, bir çürük qoz çıxırdı. Всё. Salam. Qoz alma salatı, böyrünə də bir dənə balaca, balaca yoxdur, böyük kök. Nə deyirsiniz, nə yazırsınız orada? Aha. Hə, muskulları inkişaf elətdirmək üçün qozları belə qırırsınız. Mənə bilirsiniz kimlər baxır? El adamlar baxır ki, çox hörmətli izləyicilərim. Yəni, işini gücünü buraxıb. Mən deyək, efirə çıxanda efirlərə baxan olmur. Bu da belə, ay dostlar. Bıçağı qalıb bunun burada. Sevindiyimdən bıçağı. Şu. Baxırsınız. Bəs nə belə az? 50.000 adam. Qoymayacaqmış. Məni TikTok'un rəhbəri tanıyır, mənə mavi tık verib. Sən məni tanımamaqla deyil ki, gəlin özünüzünkinə dəyər verin. Güləcək. Bu izləyici ilə qabağa gedəməyən müğənninin ağlına keçə yamayım. O mən də demirəm, yəni özünüzə belə başqa yerə yozmayın. Yəni ki, bu izləyiciyə şounu göstər, düz də danış, səni sevsin də. Super, bax. Yox. Siz bunu efirdə görmək üçün mənim bu salatımı ortaya 10 dəfə reklam salacaqlar. Eyni çör tatı vur tatı. Əsas veriliş olur reklam, ortada da müğənni göstərirlər. O veriliş deyil. Burada bez reklam, dayanmadan bir nəfəsə mən sizə veriliş göstərirəm.
Gərək gedəm orada şeydən, qara qutunun içindən görəsiniz. Mən nə fərq var ki? Çerez televizor baxın. Söndərin mənim TikTokumu. İndi YouTube'a qoyacaqlar. YouTube'dan evinizdə televizorda baxın. Olsun televizor. Bayaq biri mənə deyir, Zato deyir, mən televizordan danışıram. Deyirəm, Zato mən də TikTokdan. Deyir, yox, mən televizordan. Dedim, Zato mən də Moskvadan danışıram. Zato sən Moskvada yoxsan. Mənə söz mü çatdıra biləcəksən? Yazıblar ki, televizora baxan var. Hə, mən bunu, bu smetanı, bu suyu, biraz burada qatı eləyim. Bax. Və salam. Bax. Halallıq üçün biraz da duz. Biraz da duz atacaq. Vəssalam. Sarımsağı yoxdur. Elə yaxşı ki də yoxdur. 3 gün evdən sarımsaq iyi gəlir. Amma çox verir şeydir. Mədə bağırsanız yaxşıdırsa, bağırsaq mədə altı vəziniz yaxşıdırsa, sarımsaqdan yeyin getsin, bunun içərisinə qatın. Dostlar, bu qoz alma salatımdan sonra harada toya gedirdimsə, mənimlə şəkil çəkdirən xanımlar deyir, Afət xanım, qoz alma salatından hər gün yeyirik. Deyirəm, düz edirsiniz, düz yoldasınız. Baxırsınız, xəşil deyil, niyə xəşil olur ki? Ay balam, sən bunun dadını, smetanını biraz çox elədim, çünki yağsız smetandır. Siz biraz smetanını az eləyə bilərsiniz. Amma smetanı biraz çox olanda qəşəkdir. Mayonezlə lap dadlıdır, amma mayonez ziyandır. Almaniyada mayonezi mənim bacımgil özləri düzəldir evdə, müəyyən üsulla. Amma mağazada satılan mayonezlər çox ziyanlı şeydir, biləsiniz, çox yemək olmaz. İndi ay dostlarım mənim, bir dəqiqə. Kakom rayonunda peso olmaz yok buna. Ne kadar izler? 3500, 6000 olsa size bir partlayış xəbər deyərdim. Qohumlarınıza zəng edin, onlar da bağlansınlar, yığırsınlar. Ekranımı tıklayın. YouTube kanalıma abunə olun. Təzə mahnı oxumuşam. 3 mahnı. Onun biri sabah YouTube'a qoyulacaq. Kstati, istəyirəm süni intellektlə klip eləyim. Baxarsınız, nə qatdınız? Qoz alma, Markov. Belə şey yox deyirəm. Deyirəm, öz aramızda Mamet nə görüb bu qızda? İndi bildim ki, düz yoldadır. Çox dadlıdır, çox. Çoğundur da olar. Çoğunduru gərək bişirəsiniz. Onda dadı qəşəng olur. Bunun yarısını Mamedin. Bak buradan böldüm. Dede malı kimi. Ortadan böldüm. Ağzınızın suya axar birdən mənim izləyicilərimin. Arıqlamışam. Bəs bununla, bu salatla arıqlamışam. Səsim gəlmir. Belə sonra mənə qadağa qoyulmayıb. Yox, yalandan yazıblar. Bişdoğanla ağzı əl göz çaş elətdirib. Özlərinin adını çıxardıb siyahıdan, bizimkini saxlayıb yalandan. O rəsmi səhifə deyil. Rəsmi siyahı deyil. Görmürsünüz, öz adlarını qoymayıblar ora. Mayonezlə lap dadlıdır. Və sən bilmirdin ki, mən sıra zafətlə üzünə verilişimi xoda salacağım. Sən burada fırıldaqların üstünü açacağım. Nə salatlı yediyim? Qoz alma. Siz deyəsən mənim verilişimə az baxmışsınız. Səsim az gəlir, dostlar.
Sənə qoyulmalıdır qadağa. Əlbəttə mənə qoyulmalıdır. Mən dünya starıyam. Moskva toylarının ulduzu, Rusiya toylarının ulduzu. Əlbəttə. Mənim nə işim var ha bir doğanların içində? Məni çağırırlarsa, kartıma 5.000 dollar yükləsinlər. Özümə uyğun müğənnilərlə məni çağırsınlar. Ailəsi olan, əxlaqı olan, ali təhsilli musiqiçi diplomlarımı gətirim göstərim. Xeyr ola. Ham yazıb düz deyir. Halal. Sizə halaldır. Çox sağ olun. Pa. Nə salat görə bilmədin, nə salatıdır? Qoz, alma, çuğundur da olar, bişmiş çuğundur. Ya da yoxdursa, bişməmiş yer kökü. Bunları atıram blendera. Knopkanı basıram, 1 dəqiqə hazır olur. Smetanı da qatıram ya da ki, nədir adı, mayonezi. Arıqlama salatı. Mədə dolur. Üzr istəyirəm ifadəmə görə it otu bağa yarpağı. Heç nə içində, heç nə. Alma kök xeyri şeydir. Qoz da vəbşə bilirsiniz. Sadəcə olaraq çörəksiz zadsız yeyirsiniz. Tox tutur sizi. Bir də soyutma yumurta ilə arıqlayıram. Məsələn, səhər gün orta bir dənə soyutma yumurta yeyirəm. Axşama qədər alışmıram. Bir də burada qatıq var. Çox dadlı qatıqdır. Onu içərisinə qara çörək biraz doğrayıram. Bir də xiyar. Bunu yeyirəm axşam yeməyi. Həm gözəl yuxu görürəm. Yuxumda görürəm 1 milyon pul tapmışam. Nə bilim belə. Məni xoşbəxt eləyir. Bir mamet, bir də pul. Başqa ikinci bir xoşbəxt eləyən bir şey yoxdur məni. Oğlum o heç. Oğlumdan eləyir. Ondan arvad deyir, o müəllimədir. Tiksinirəm hinduşkadan. Ördək də məni xoşbəxt edə bilər. Amma mən indi tiksinirəm mametdən. Bir də tiksinirəm puldan. Vermi, niyə? Niyə ki? Siz də pul xoşbəxt edilir. Can. Hə, deyir, siz də qadağa qoymuşsunuz onlara. Siz də yox, təkcə mən qadağa qoymuşam. Nədən aldım ha canım? Mən efirdə var idim ki, bir qadağıya da düşüm. Bezdim deməkdən. 81 min. Bir 100 min olmuş sizə maraqlı xəbər çatdıracağım. Salat eli salatdır ki, han istəyirəm mədəniyyətsizlik eləməyim, ekranın önündə salat yeməyim. Ayıbdır da, març-murç. Elə bir dadı var ki bu salatda, mənim icad elədiyim salatda. Bunu yeyirsən, mədəyə çatmamış, ağız tələb edir ki, bir dənə də ye. Üzr istəyirəm dönə-dönə, onsuz da orucunuzu açmısınız. Talış-talışlı salatın adını düppədüz yazdı, qoydu ora. Reseptini də özünüz yazın da əzbər bilirsiniz. Heç mahnıları əzbər bilmirsiniz, salatı bilirsiniz. Deyirəm, arıqlamaq üçün bir gün yeyirəm skumbriya balığı, soyutma kartofla, çörəksiz. Bir gün yeyirəm qatıq, içərisinə xiyar və qara çörək doğramac eləyirəm. Yeyirəm, yatıram. Özdə yeyən kimi yatın ki, onun durumluğu yoxdur, birazdan acacaqsınız, ət axtaracaqsınız. Onu yeyən kimi yatın ki, acanda yuxuda olun da qalxmayın. Bu da bir məndən sizə məsləhət. Bir də qoz alma salatı, qoz alma kök, sarımsaq da vura bilərsiniz. Bir də smetan ya da mayonez. Dostlar, ekranıma tıklayın, xahiş edirəm. Elə bu şeyin bir doğanmacığına. Yo, yazıblar ki, diyetli mayonez. Mayonez ziyandır da adamı, nə deyirlər ona? Reflü deyirlər də, reflü. Şəxsən mayonez mən yeyəndə izjok verir mədəm. Azərbaycanca nə deyirlər izjoka? Mədə qaynayır, nə deyirlər onu yazın da. Sarı xanım, spasiba. Mamet Çıkanı, bizdə kişilər günüz evdə olmur. Bizdə kişi səhər çıxır, axşam gəlir. Özdə kişinin nə işi var, gəlsin, arvadın yanında otursun, yanını kəstirsin. 3 gün bir yerdə evdə olsaq qırırıq bir-birimiz. Ona görə səhər getsin, axşam gələndə elə bil təzə sətirdən abzasdan. Qıcqırma, qıcqırma, çox sağ olun. Mən ruskaya açınıyam biraz. Ona görə çox cümlələr tap deyəmirəm, sözləri tap deyəmirəm. Bir də üzr istəyirəm.
Sizin toyda oxuyaram. Bilirsiniz necədir? 101 olduq. Şok bir məlumat verəcəm. Efirdə demişdim uzun illər öncə. Müğənnilər oxuyur, məsələn, deyir ki, o gün birini çıxardıblar, sarsaq danışır. Deyir ki, mən istəyirəm, deyir, şeydə dəfn olunam, Fəxri Xiyabanda. Bunu da efirə verirlər. İndi mən nəyə deyirəm? Hər ağılda müğənni ola bilər, hər şeydə danışa bilər. Bunu kəsin də. Bunu da qoydum kənara. Məsələn, müğənnilər görürsünüz arzularını da. İndi o müğənni mən hesab eləmirəm onu. Öz üçün ninnini oxuyub pul qazanır. Olsun, o da bizim balamızdır. Amma bəziləri deyir ki, mənim hədəfim ad almaqdır. Mənim hədəfim ad almaq deyil. Mən toylarımı oxuyum, varranım, varranım. Ölürəm puldan ötürü. Bilmirəm də, hərə bir şeyin belə xəstəsidir. Mən də beh alanda sağalıram belə. Sevirəm pulu, özünü nə sayırsan. Tanımırsan, mavi qalçıqama bax, TikTok'un rəhbəri tanıyır məni. Sən məni tanıdın, nə olacaq, tanımadın, nə olacaq. Heç gör, səndə göy qalçıqa var, zato məndə var. Az qalıb zaryadkam ölür. Zaryadkam bitənə qədər harada söndü. Dostlar, Zaur yazıb orada 081. Zaur, mavi tık büyüm məndədir, səndə yoxdur. Значит, mən TikTok'un rəhbəri buradan salamlayıram. Privetstvo eləyirəm onu. Onu salamlayıram ona görə ki, o şəxsən məni tanıyıb, mənə mavi tık verib. Hə, deyir qalışqa ilə deyil, insan. Siz mənim insan olmamamı nə edirsiniz? Quda olmuruq ki, mənim nəcürlüyümü araşdırasınız. Müğənniyəm, xoşun gəlir mahnıma qulaq, xoşun da gəlmir, blok elə, sən mənim səhifəmdəsən. Bu deyir, 3500 olmayacaq, 3499 olacaq. Çıx, sağ ol, özdə belə, dasvidan ilə çıx. Yo, mavi tık pulla deyil. Instagramda pulla elədilər, ona görə orada daha küsmüşəm Instagramdan, açmıram. Əvvəl deyirdim, Instagramın rəhbəri məni tanıyır. İndi daha o söz deyəmirəm, görürsünüz, boynuma alıram. Ucdan tutma 20 dollara hamıya payladı. Amma mən TikTok'un rəhbərini buradan salamlayıram ona görə ki, o şəxsən məni müğənni kimi qəbul edib. Mənə bu göy tıkı verib, deyirsən müğənnisən, özdə yaxşı müğənnisən. Özdə göyün rənginə baxın, biraz məndə fərqlidir. Yəni, deyir, pulu kim sevmir ki? Halva nətər dəhşət alın, vay dostlar. Gözüm doyur, qarnım doyur, gözüm doymur. Dəhşətdir də. Rəngi də istədiyim kimi çıxıb. Səndə problem var. Ağıllı adamın nə iş var musiqi ilə? Azca dəli dolu adamlar müğənnilərdən. Bilin ki, əsl sənətkardır. Kim ki, aferist tülkü özünü belə xanım kimi belə aparır, amma 1000 dənə hoqqadan çıxır. Bilin ki, o tülküdür. Siz belə zarafatla deyirsən, onu ciddi alanlar olub paylaşacaqlar. Paylaşmaqları üçün paylaşıram da. Mən belə danışmasam paylaşmazlar axı. Şovdan danışırıq, deyirik, gülürük. Sizi bu uzunlu qış günündə, bu qarlı qışda güldürürəm, C vitamini verirəm. Pis enerji vermirəmsə, hər tezdən yuxudan qalxırsınız. Bəzi pis enerji verən aparıcılar kimi baxırsınız belə. Onlar kimi eləmirəm də. Sizə qozalma salatı öyrədirəm, halva bişirirəm. Qozlu halva. Xahiş edirəm, halva deməyim mənim halvama. Qozlu halva. Afət, Aşıq Namiqə düzgün. Ay balam, Aşıq Namiqə qadağı olsa Namiqə. Qadağı olsa Namiqə. Siz indi efirə çıxmırsınız, nə olur ki? Müğənni efirə çıxanda nə olur ki? Güya mən toylarımı, qazancımı efirdən mi qazanıram ki? Əslində məni efir geri salırdı. Mən efir qadağası qoyulmuyub. Mən qoymuşam qadağını. Mənə bizə Mamet qadağa qoya bilər. Bir də qanun. Bir də göydə Allah. 3 oldu da, hə. Salam, tavız, vəkil. Ay, Rəşad bəy, salamlayıram. Mənim vəkilim Rəşad bəy. İnşallah ki, Rəşad bəy, biz yazmışıq Tovuz məhkəməsinə ki, bizə məhkəmə
Dostlar, Tovuzdan kim baxırsa, bir nömrəli vəkil Rəşad bəy, Rəşad Abdullayev mənim vəkilim. İnşallah ki, haqq ədalət qalib gələcək. Yaxında Rəşad bəy, bir vaxt eləyin inşallah ki, burada da TikTokda da bir savmestni efir eləyək, insanlara mənim məsələlərimlə bağlı sual verirlər. Onlardan da bir-iki bilmirəm, sizə uyğun olsa. Birgə efir eləyib, onların da suallarına cavab verərik. İstəsəz, istəməsəz də eyb yoxdur. Əsas odur ki, Rəşad Abdullayev mənim şəxsi vəkilim, dəyərli insan, dəyərli eloğlum, insanlara orada Tovuzda. Özdəki dostlar, elə bir ürəkdə insandır ki, adətən vəkil də deyir, işimi görürəm, bu qədər pul gətir. Vallah billah, mən belə insan görməmişəm. Bu insan qətiyyən pulgir insan deyil. Adətən mən də müğənniyəm də, pul da sevən müğənni. Toy gəlir, deyirəm, qiymət budur. Amma bu insan o qədər gözəl insandır. Hətta mən elə adamlar tanıyıram ki, onların o rüsumu verir, imkanlar olmayıb. Rəşad müəllim onu öz cibindən eləyib. Var olasınız, sizə təşəkkür edirəm. Sizin kimi dəyərli, samballı vəkillərimiz çox olsun. Nömrə 1 vəkilim. Eşq olsun sizə. Zaryadka bitir dostlar. Sağ olun, axıra qədər 3000 izləyici mənimlə bir yerdə. Hətta ortada 3500 olduq. Axırda toplama baxıram 100 minə gəlib çatmışıq. Bu da afətlə üzünə verilişi. Bugünkü sona yetdi. Var olun, sağ olun. Sən canlıda yaşayırsan neçə saat? Yox dostlar, zaman-zaman izləyicilərimin istəyi ilə burada sizə maarifləndirici söhbətlər deyirəm.